Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, hörmətli izləyicilər, Xırdalan dairəsindən Binəqədiyə Sentralniyə gedən yolun üstündə, yoldan 100 metr məsafədə yola yaxın ərazidə 6 sot yarımın içində 3 otaq, 1-2 otaqda ayrıca olmaqla kirayə ilə 300 manat kirayə olmaqla bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarını verəcəm. Evin qiymətini videonun sonunda gələndə sizə təqdim edəcəm. Baxarkən videoları bəyənməyi unutmayın, abunə olmağı unutmayın, bildirim işarəsini aktiv eləməyi unutmayın, hörmətli izləyicilər. Sona qədər izləyin, evin qiymətini də sonunda deyəcəm. Gördüğünüz gibi bak bura həyət yanı sahəsidir. 6 sot yarım içində bağlı bağçalı bir həyət yanı sahəsi var. Bar verən meyvə ağacları hal-hazırda indi qış aydı deyə düzdür, yaşıllıq yoxdur, amma ev həyəti bağ-bağçalı evdir. Evin xarici görünüşüdür, 3 otaqlıdır, təmiri normaldır, yaşayışlı bir evdir. Böyründə də belə boş torpaq sahəsi var. Çöldə də bir dənə 3 otaq evi var, hörmətli izləyicilər. Qoy onu göstərim sizə qıraqdan. Evin giriş hissəsidir. Həyət yanı sahəsi bağlı bağçalıdır, gördüyünüz kimi 6 sotun içindədir. Bax burada hörmətli izləyicilər, maşın rahat 2 dənə maşın həyətə daxil ola bilir. Bax bu da 2 otaqlı evdir, balaca bir həyəti var, indi düzdür, içəridə yaşayış var deyə. Xodu çöldəndir, buradan da qapısı var, xod çöldən də qapısı var. Yəni 2 otaqlıdır, hal-hazırda 300 manat kirayədir. 2 dənə ev deyilə bir satışdadır. Evin qiyməti də münasibdir. Torpağına görə 2 ev satılır. Yəni qiyməti sonunda siz nəzərinizə çatdıracam. Buranı da betonlayıb ev sahibi ki, həyətinə rahat maşın girmək üçün 2 dənə rahat həyətinə bu hissəsinə maşın daxil ola bilir. Gördüyünüz kimi hörmətli izləyicilər, bu hissəsi də yenə də qeyd edirəm. Bax, bağçası, evin qabaq hissəsidir. Buradan daxil oluruq evin içine. Evin demək olar giriş hissəsi haradasa 2 metrdir, eni yaxşıdır. Gördüyünüz kimi evin təmiri də normal qaydasındadır, yaşayışlı bir evdir. Girən kimi sol tərəfdə sanuzeldir. Sanuzel hissəsi gördüyünüz kimi təmirli. Sağ tərəfdə uşaq otağıdır. Təxmini haradasa 10 kvadrata yaxın olar. 810 kvadrat olar. Təxmini ölçü deyirəm. Bütün pəncərələri hamısı öz həyətinə baxır. Havalanmaya tam uyğundur. İşıqlı, yəni pəncərələrindən tam rahat evin içinə işıq düşür. Burası solda mətbəx hissəsidir, giriş hissədə. Dəhlizdə mətbəx hissəsidir. Düzdür, dəhlizin biraz eni azdır, amma uyutmuyor. Uzunluğu yaxşıdır. Demək, burada böyük bir, haradasa 25 kvadrat, 5'in 5'ə böyük bir yataq otağıdır. Otaqları genişdir. 3 otaq olsa da genişdir, hörmətli izləyicilər. İndi mətbəxi bir dənə balacadır. Uşaq otağı normaldır. Yataq otağı geniş. Əsas odur ki, çox genişdir. Burada qonaq otağıdır, hörmətli izləyicilər. Gördüyünüz kimi qonaq otağı haradasa 4'ün bir 6.57'ye yaxındır. Təxmini ölçü deyirəm. Orada qabançıqdan yığılıb, yəni əl işlərdir. Yəni aboy deyil, bunu da nəzərdə çatdırım, hörmətli izləyicilər. Gördüyünüz kimi bütün ev haqqında nə məlumatı varsa hamısını çəkdim. Bax bu hissəsində görürsünüz, öz həyətinə baxın. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlə satılmanı köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Bəyənməyi də yenə unutmayın, takip eləməyi unutmayın. Zıngırıb adlı bildirim işarəsində aktiv eləməyi unutmayın. Evin qiyməti 2 ev, biri kirayədə, biri hal-hazırda yaşayışda 120 min. Start qiyməti 6 sotun içindədir. Sənədi bələdiyyə sənədidir, arxivli sənəddir. 120 min start qiymətdir. Real alacaqsa endirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.